Salam dostlar. Bugün axırıncı shortsumda çəkdiyim yorumlarda, yəni sizə demişdim ki, yorumlarda zəhmət olmasa sual yazın və siz də suallar yazmışdınız. Fərqli və maraqlı suallar idi. Hamınıza çox təşəkkür edirəm. Mən indi sualları vərəqlərə yazıb qaba qoymuşam. İndi həminki suallar mən seçəcəyim əlimlə və sizin istədiyiniz sualı cavablandıracağam. Seçirik dostlar indi. Ən sevdiyin rəqəm. Mənim ən sevdiyim rəqəm 8-dir. Çünki 8 mənə daha çox uğurlu rəqəm gəlir və rahat rəqəmdir. Ona görə hər dəfə 8-dən xoşum gəlmişdir. Ona görə indi keçək o bir suala. Hazır. Oğlan dostlarının adını çək. İndi mənim oğlan dostum olaraq sinifdən bəhs etmək istəyirəm. Çünki başqa oğlan dostum yoxdur, ancaq sinifdədir. 1. Yanımda oturan Rəvan. 2. Onun dostu Adil. Biz Adoş deyirik, ancaq Adildir. Sonra ondan da dostu olan Sənan. Başqa bir də mənim qabağımda oturan dostumun dostu deyə sayılır. Mən də onu dost kimi görürəm. Fərid. Bunlar mənim oğlan dostlarımdır. Yəni başqa oğlan dostu bilmirəm. Yəni bəlkə də yadıma düşmür. Yoxdur məncə. İndi keçək o bir suala. Məktəbə getmək sıxıcıdır səncə? Məncə yəni sıxıcı deyil, maraqlıdır. Uşaqlarla vaxt keçirmək, fərqli dərslər öyrənmək məncə sıxıcı deyil. Heç vaxt məktəbə sıxıcı deməyin, çünki çox maraqlı dostlarınız var orada və onlarla oynaya bilirsiniz. Dərslərin necə gedir? Mənim dərslərim yaxşıdır, yəni orta deyə bilər, tam da yaxşı deyə bilmərəm. Düzün deyim də, yəni lap da əla deyiləm, amma orta səviyyədəyəm. Nə pis, nə də yaxşı, lap yaxşı. Orta səviyyədəyəm. Bütün dərslərimi demək olar ki, oxuyuram. Bəzi dərslər mənə çətin gəlsə belə, onları oxumağa çalışıram. İndi o bir sualımız. Tutduğun takım. Futbolda mənim tutduğum takım var, bəli. Və bu Qalatasaraydır. Mən lap belə əvvəldən balaca vaxtlarında Qalatasaray tuturdum. Sonra lap çox Fənərbağçəni tutmuşam. Yəni Qalatasaray Fənərbağçə kimi gedibdir. İndi isə hələ ki Qalatasaray tuturam. Yəni Qalatasaraydan ayrılmaq istəmirəm, çünki Qalatasaray çox yaxşı oynayır. Orada Osimhen, Icardi gibi yaxşı oyuncular vardı. İndi o biri sualda. İndi heç səni qısqanan var. Bu qəribə sualdır. Yəni bunu bilmək çətindir. Çünki mən hardan bilim mənə qısqanan vardı. Öz içində saxlayırlar yəqin ki. Ona görə bilmirəm bu sualı. Yəqin ki yoxdur. Bilmirəm. İndi o bir sual. Ən sevdiyin qız adı? Mənim ən sevdiyim qız adı Elifdir. Çünki Elif daha gözəl bir ad görünür. Və mənim bir çox sevdiyim qız adları var. Məsələn, Elifdir, Maya, Duru kimi gözəl adlar var. Çünki mən Azərbaycan adlarının heç biri xoşuma gəlmir. Yəni
Türkçədə də ondan yaxşıdır. Qıcırdı sala. Ən sevdiyim maşın. Mənim ən sevdiyim maşın Lamborghini'dir. Ondan sonra Ferrari, sonra isə BMW-dir. Amma ən sevdiyim Lamborghini'dir. Sonraki. İndi. Hansı ölkədə qalmaq istərdin? Əgər mən bir ölkədə qalmaq istərdimsə, bu ölkə Madrid olardı. Çünki Madridin yaxşı və maraqlı yerləri vardı. Və onların dili də çox maraqlı görünür. Ona görə Madrid həm də İspaniyadandır. İspaniyanın şəhəridir. İndi keçək o biri sualıma. Nədir? Ən sevdiyin dərs hansıdır? Mənim ən sevdiyim dərs fizik tərbiyyədir. Sonraki ədəbiyyat və Azərbaycan dilidir. Riyaziyyatdan ümumiyyətlə xoşum gəlmir. Çünki hesablamalar və məsələlər heç yaxşı deyil. Yəni qiymətlərim də yaxşı deyil riyaziyyatdan, xoşuma da gəlmir. Ona görə mən fizik tərbiyə, Azərbaycan dili və ədəbiyyat, təsvirinci sənət və texnologiya deyirsiniz. Mən ədəbiyyatı təsvirinci sənətdə daha çox xoşlayıram. Çünki ədəbiyyat daha maraqlı nağıllar və orada əfsanələr vardı. Keçək o bir sualımıza. Nədir? Yaxın dostlarının adını çək. Mən ən yaxın olan dostlarımın adını çəkdim. Qız dostları olaraq yenə sinifdən çəkmək istəyirəm. Ayla mənim qabağımda oturur. Sonra bəzən küsüb, bəzən isə barışdığım dost Dəniz. Əslində voleybolda da bir çox dostum vardı. Ancaq sinifdə də çox vardı. Bunlardan ən yaxında sizsiniz. Zəhmət olmasa buradan abunə olub, buradan isə like atmağı unutmayın. Suallarımız getdikcə azalır. O bir sualımız nədir? Ən sevdiyin şokolad hansıdır? Mənim ən sevdiyim şokolad əslində Alpengolddur. Alpengold Dubai şokoladından daha dadlıdır. Çünki Dubai şokoladını çox abartırlar. Alpengoldla bir fərqi yoxdur məncə. Ona görə ən sevdiyim şokolad Alpengolddur. Onun yaşlı fındıqlısı vardır, o ən sevdiyimdir. Başqa? Voleybolda ən sevdiyin oyuncu? Voleybolda dediyim, yəni öz voleybolumda deyil, televizorda, Türkiyədə və ya Fənərbağçədə falan sevdiyim voleybolçu vardı. Bunlardan biri Vargas'da. Ən sevdiyim voleybolçu odur. Onun hücumları çox yaxşıdır. Vargas üçün bir neçə bilgi bilirəm, ancaq vaxtımız yoxdur deyə keçək o bir suallarımıza. İndi o bir sualımız, neçə yaşım var? Bunu bir neçə videolarımda bəziləriniz verirsiniz. Və mən neçə dəfə də cavablandırsam da belə eyni sual təkrar gəlir. Dostlar, zəhmət olmasa yaşımı bilməyənlər bu videoya baxsın. Mənim 12 yaşım var. Boyum uca görünə bilər, çünki voleybola gedirəm. Boyum da bu arada 1.60, 1.64'dür. Voleybolda ən böyüyüm mənim, sinifdə də ən böyüyüm mənim. Yəni voleybolda 2014'lər arasında ən uca mənəm. Ən sevdiyim mahnı. Ən sevdiyim mahnı yəni bilinmir, ancaq hələ ki ən sevdiyim mahnı mənim Ankara. Her gören ağladı, kalbini bağladı dalgalı saçlarına. Söyledim aşkımı ben Ankara rüzgarına. Sağımız qalır, telefon sağlansıdır. Ən sevdiyin yemək?
Mənim ən sevdiyim yemək turşu da bir yemək sayıldığı üçün mən turşunu daha çox istəyirəm. Ən birinci, ən sevdiyim yemək turşudur. Xiyar turşusu daha dadlı görünür. Bay bay, hamınızı çox sevirəm. Abunə olub like atmağı unutmayın. Sağ olun.